Salam hörmətli izləyicilər, hər birinizi xoş gördük. Mən FES Akademinin kurikulum üzrə olan təlimçisi Hikmət Müsalov. Sertifikasiya imtahanına hazırlaşan müəllimlər ekrana yaxından əyləşsinlər. Bu gün sertifikasiya tipli növbəti, yəni 4-cü sınavımızın izahını verirəm. Əgər siz də əvvəlki sınaqlarında, həmçinin elə bu sınağın özünü də işləmək istəyirsinizsə, videonun rəy bölməsində bizim WhatsApp kanalımızın linki var. Həmin linkə daxil olaraq WhatsApp kanalımıza qoşula bilərsiniz. İndi isə başlayıram sualların izahına. Gördüyünüz kimi birinci sualımız məhz təfəkkür bölməsinə əlaqəli bir sualdır. Deyir ki, kənar mövzuları cədvəl, sxem, xəritə və s. kimi materiallarla öyrənir. Bunu işarə eləyək, bu bizə lazım olacaq söz kimi. Yəni, açar ifadə kimi çox güman ki, lazım olacaq. Bütün bunlar vizual materiallardır. Deməli, Kənan vizual öyrənmə tərzinə malikdir. İndi biz baxırıq ki, bizə birinci hökm daha çox informasiya verir, yoxsa ikinci hökm daha çox informasiya verir. Yəni, sırf bunların vizual olduğunu biz hardan bildik? İkinci hökmdən bildik. Yəni, o olmasaydı, biz belə bir nəticəyə gəlib çıxmırdıq. Ona görə bizim yekunda çıxardığımız nəticədə yeni bir informasiya var. Əgər yeni məlumat varsa, cavabımız olmalıdır induktiv məntiq. Yox, əgər mən buna mövcud olan biliyimdən gəlirəmsə, bu zaman cavab olmalıydı deduktiv. Yəni bizə sadəcə deyir ki, cədvəllə, sxemlə, xəritə ilə öyrənir. Sonra da əlavə bir informasiya verib ki, bunlar vizual materiallardır və mən ən yekun nəticəmdə demişəm ki, Kənan vizual öyrənmə tərzinə malikdir. Mən bunu əvvəlcədən bilmirdim. Mən bunu ikisini birləşdirib yeni bir nəticə kimi çıxardım. Yeni nəticə varsa, mütləq cavabımız olmalıdır induktiv məntiq. Gəlir ikinci sualımıza, görə ikinci sualımız nədən ibarətdir? Dərsin məqsədi haqqında deyilənlərdən hansı fikir doğrudur? Məhz doğru olanı istəyir bizdən. Dərsin məqsədi qiymətləndirmə meyarlarına əsasən müəyyən olunur. Müəllimlər, biz sizlə planlamada məhz geriyə plan adlı bir taktika ilə tanış olduq. Və dedik ki, geriyə planı qurmaq üçün bizim 3 əsas məsələmiz var. Bunlardan birincisi ilə təlim nəticəsidir və yaxud dərsin məqsədi deyə bilərsiniz. Daha sonra çünki gündəlik plandan söhbət gedirsə, bəli, dərsin məqsədi deyəcəksiniz. Daha sonra qiymətləndirmə meyarları və üçüncü olaraq öyrənmə fəaliyyətləri. Bunlar hamısı qiymətləndirmə meyarları da, fəaliyyətlərimiz də hamısı dərsin məqsədinə uyğunlaşdırılır. Elə məhz ona görə planlamada birinci təlim nəticəsi çıxarılmalıdır. Gündəlik planda da ilk eləməli olduğumuz iş bax budur. Dərsin məqsədini çıxarmaq. Ona görə müəllimlər, bu səhvdir. Çünki burada deyir ki, məqsəd qiymətləndirməyə uyğun çıxarılır, tərsinə olmalıydı. Bəlli, dərsin məqsədi məzmun xətti əsasında müəyyən olunur. Məzmun xəttinin bu məsələyə ümumiyyətlə bir aidiyyatı yoxdur. Yadda saxlayın. Bax, məzmun xətti deyirsə, deməli bu fənnin məndə formalaşdıracağı bacarıqlardır. Məzmun xətti deyəndə bizim ancaq bu yadımıza düşə bilər. Hər hansısa bir fənn bizə müxtəlif bacarıqlar aşılayır. Həmin o bacarıqlar məzmun xəttləridir. C-bəndi, dərsin məqsədi fənnin siniflər üzrə ümumi təlim nəticələri əsasında müəyyən olunur. Xeyr müəllimlər, dərsin məqsədi bir dənə yerdən çıxır. O da hardan? Alt standartdan. Məsələn, baxın, B variantında burada məzmun xətti deyil. Əgər alt standart sözü yazılsaydı, B bəndi əslində doğru olacaqdı. Ona görə C-ni də biz səhv götürürük. D-də isə dərsin məqsədi dərs boyu və yaxud dərsin sonunda şagirdlərin nəzərinə çatdırılmalıdır. Sonda məqsədimizi yenirik. Sonda onsuz da biz bu məqsədə ya çatırıq, ya da ki, çata bilmirik. Bəs buna çatmaq üçün nə etməliydik? Əvvəlcədən elan eləməliydik dərsin məqsədini. Yəni, ən axırda deyil, əksinə, əvvəldə elan eləməlisən. D bəndi də səhvdir. Y bəndi isə doğrudur. Dərsin məqsədi əsasında təlim fəaliyyətləri və üsullar seçilir. Yəni, bildiyimiz planlamada olan çox şey 99% elə dərsin məqsədindən çıxarılır. Ona görə ən birinci geriyə planlama, nəticədən planlamada birinci dərsin məqsədi çıxarılmalıdır, daha sonra digər anlayışlar. Düzgün cavabımız oldu Y variantı. Gəlirik növbəti sualımıza. Kənan müəllim müxtəlif təlimlərə qoşularaq yeni innovasiyaları və təcrübələri öyrənib tətbiq edir. Kənan müəllim etik olaraq hansı davranış qaydasının tələbinə uyğun davranır?
Söhbət etik davranış qaydalarından gedir. Kənan müəllim neyinib? Təlimlərə qoşulub, innovasiyalar öyrənir, yeni təcrübələr öyrənir. Müəllim niyə belə bir yola atıb? Niyə belə yola əl atıb? Çünki müəllim daha da peşəkar olmaq istəyir. Müəllim bunu öz üzərinə məsuliyyət kimi götürüb ki, mən daha keyfiyyətli təhsil verməliyəm və bu olacaq C bəndində peşəkarlıq və fərdi məsuliyyət. Müəllimin işi ilə, təcrübəsi ilə bağlı bir situasiya olanda çox vaxt cavab elə bu variant çıxmalı olur. Dördüncü sual baxırıq. Yenə Kənan, ümumiyyətlə bugünkü sınavımızda çox ad dəyişikliyi eləməmişəm, elə standart bir addan istifadə eləmişəm. Kənan müəllimin tapşırıq kimi verdiyi təqdimatı hazırlamaq üçün müəllimin dediklərini sona qədər dinləyin. Kənan müəllimin yox, Kənan müəllimin tapşırıq kimi verdiyi təqdimatı hazırlamaq üçün müəllimin dediklərini sona qədər dinləyin. Söhbət gedir emosional taksonomiyadan, bir də psixomotor taksonomiyadan. Əvvəlcə emosionaldan başlayaq. Əgər mən müəllimin dediyi qeydləri, səsləndirdiyi fikirləri diqqətlə dinləyirəmsə, deməli qəbul edirəm hal-hazırda. Digər variantları ata bilərik. Qəbul etmə C bəndində var, bir də Y bəndində var. Amma psixomotora baxsaq, birində dəqiqlik mərhələsi verilib, birində manipulyasiya verilib. Əgər müəllimin izahı ilə, müəllimin verdiyi nümunəsi ilə, təlimatı ilə, göstərişi ilə bir şey yerinə yetirirəmsə, bu olacaq məndə manipulyasiya. Çünki ondan əvvəlki imitasiya mərhələsidir. Orada qulaq asmırsan, orada ümumiyyətlə müəllimin etdiyini kopyalayırsan, təkrarlayırsan. Ona görə başqa seçimimiz də yoxdur onsuz. Dəqiqlik mərhələsində isə mən bunu tək bacararam onsuz da. Yəni müəllimi dinləməyə ehtiyac yoxdur. Bizim burada ən doğru cavabımız elə C bəndi olacaq. Qəbul etmə emosional taksonomiyaya görədir birinci mərhələ. Qəbul edirəm, dinləyirəm. Amma psixomotor taksonomiyada məhz ikinci mərhələ olacaq ki, mən müəllimin dediklərinə uyğun hərəkət edirəm. Bir mərhələ əvvəldə, birinci mərhələdə imitasiyada müəllim eləyir, baxıb kopyalayıram. Amma manipulyasiyada baxmıram, təlimatlarla, izahla, nümunə ilə mən bu işi yerinə yetirə bilirəm. Gəldik 5-ci sualımıza. Deyir ki, bu üsulun tətbiqi zamanı müəllim şagirdlərə problemli situasiya verir və ya düşündürücü sual verir. Şagirdlər problemlə bağlı fərziyyələrini irəli sürürlər. Heç bir həll yolu mühakimə edilmir. Hətta müəllim də şagirdlərin fikirlərinə müdaxilə etmir. Ən sonda bütün ideyalar toplandıqdan sonra müzakirə başladılar. Söhbət hansı iş üsulundan gedir? Mənlər bu işarələdiklərimin hər biri bir açar məqam idi. Çünki bir neçə biz belə müzakirə üsulu tanıyırıq. Amma yalnız beyin həmləsidir ki, burada müzakirə ən sonda aparılacaq. Niyə? Bu üsulun məqsədi əslində müzakirə deyil. Bu üsulun əsas məqsədi ideya toplamaqdır. Problemi verirsən, şagirdlərə beyin həmləsi tətbiq etsən ki, ideyalar toplayasan. İdeyalar toplanıldıqdan sonra ən sonda müzakirə başladılar. Və ona görə cavabımız elə beyin həmləsi olacaq, yəni C bəndi. Digər müzakirə üsulları ilə bunu səhv salmağa ehtiyac yoxdur. Baxın, fikrə baxın, hətta deyir ki, müəllim belə müdaxilə eləmir. Ola bilir ki, şagird səhv danışır, səhv fikir söylüyor. Amma hələ müdaxilə eləmirəm. Yığıram bütün ideyaları, ən axırda müzakirəyə çıxarıram. Gəldik 6-cı sualımıza. Bu sual biraz böyüdür deyə, biraz uzaqlaşdıraq ki, sualımız burada tam ekranda görünsün. Bax belə. Görək nə istəyir? Deyir ki, müəllim dərs zamanı şagirdlərin diqqətini cəlb etmək üçün mövzuya uyğun olaraq Yaponiyada baş vermiş təbii fəlakət haqqında olan sənədli filmdən səhnələr təqdim edir. Sonra dərsin gedişatında şagirdləri heterogen qruplara ayırır və bu hadisə ilə bağlı araşdırma aparmağı tapşırır. Qiymətləndirmə meyarlarından biri etibarlı mənbələrdən istifadə etməkdir. Şagirdlər internetdə müxtəlif mənbələrdən axtarış apararkən hadisənin səbəbləri ilə bağlı məlumatlarla rastlaşırlar və fərqli mənbələri də araşdırmağa davam etmək qərarı verirlər. Bu situasiyada verilənlərə əsasən sinifdəki fəaliyyət haqqında hansı fikir doğru deyil, bizdən səhv olanı istəyir. Deməli, bir qısaltsaq situasiyamızı, müəllim onlara ümumiyyətlə düşündürmək üçün, diqqətini cəlb etmək üçün bir tapşırıq verib. Amma əvvəlcə bir görüntü təqdim edir, sonra da bunun səbəblərini araşdırmağı tapşırıq kimi verir. Qruplara ayrılırlar
mənbələrin etibarlılığını yoxlayırlar və s. Belə olan halda A bəndinə baxırıq. Müəllim şagirdlərin fərqli xüsusiyyətlərini nəzərə alaraq sinifdə differensial yanaşmanı tətbiq eləməyə çalışır. Doğrudur, çünki heterogen qruplar sözü də var burada. Yəni şagirdlər hərəsi ayrı cür işləyirlər. Yəni qrupla iş olsa da onlar məlumat araşdırırlar. Yəni həri öz taktikası ilə, üsulu ilə araşdırar bunu. A bəndi doğrudur. B bəndi situasiyadan şagirdlərin qərar qəbul etmə və rəqəmsal bacarıqlardan inkişaf etdiyini iddia etmək olar. Baxın, orada bir qərar qəbul eləmişdilər, o qərarı dəyişdilər. Sonra rəqəmsal ola bilər, çünki internetdən araşdırırlar, bax bunu görə bilirsiniz. B bəndi də doğrudur hardasa. C bəndi verilmiş situasiya şagirdlərin sosial bacarıqlarını və fəal vətəndaş mövqeyi. Baxın, biz səriştələr mövzusunda, yəni ümumi təhsilə qoyulmuş dövlət standartlarında dedik ki, bəzi səriştələr var ki, bunlar şagirdlərdə formalaşdırılmalıdır. Sırf dəyərlərə aid olan fəal vətəndaş mövqeyində belə bir şey deməmişdik. Yəni bütün siz buradakı situasiyadan onu çıxarırsınız ki, informasiya toplayır, mənbələrin etibarlı olub olmadığını araşdırır, amma fəal vətəndaş mövqeyi tamam başqa şeydir. Yaşadığı bölgə, ölkə haqqında məlumatlı olmaq, dövlətçilik anlayışlarını təbliğ eləmək, dövlətin prinsiplərini mən də dəstəkləyirəm və s. Ona görə uyğun gəlmir. Cavab olur C bəndi. D bəndi də doğrudur. Müəllimin məqsədi informasiya savadlığı. Bax, bu olmalıydı. Bunu formalaşdırmalıdır. Fəal vətəndaş mövqeyi yox. Y bəndi müəllim dərsə yönləndirməklə başlayır ki, şagirdlər informasiyaları qəbul etməyə emosional olaraq meyilli olsunlar. Bəli, yəni informasiyanı verib ardını da araşdırma kimi şagirdlərdən geri alacaq, tapşırıq kimi. Gəlirik 7-ci sualımıza. Bu sual balacadır, yaxınlaşdıra bilərik. Yenə gördüyünüz kimi eyni adamdan söhbət gedir. Kənan Osmanlı imperatorluğu haqqında əvvəlki bilikləri ilə yeni öyrəndiklərini əlaqələndirərək fikirlərini əhatəli şəkildə ifadə edir. Söhbət gedir bilik və onun növlərindən. Ümumiyyətlə müəllimlər, biz həm faktoloji biliklərimiz arasında əlaqə quranda da, ümumiyyətlə iki hadisənin, əşyanın arasındakı oxşarlıq, fərqlilik, əlaqə, bunlardan artıq danışırıqsa, deməli konseptuallıq var. Məsələn, spesifik bilik dəqiq bir xüsusiyyətdir. O əzbərçi bir məqamdır. Mən onunla bu boyda şeyi izah edə bilmərəm axı. Burada mən Osmanlı imperatorluğu haqqında onsuz da mənim biliklərim var. Ümumi bir biliyim var. Mən təzədən də ümumi biliklərə sahib oluram. O ikisi arasında əlaqə yaradıram. Əlaqə yaratmaq varsa, mütləq cavabımız olacaq konseptual bilik. Növbəti mövzu sizin ən çox sevdiyiniz, həmişə ondan belə müsbət, onun haqqında müsbət danışdığınız bir mövzudur. Əlbəttə ki, taksonomiya. Müəllim şagirdlərə lazım olan bilik və bacarıqları aşıladıqdan sonra evə belə bir tapşırıq verir ki, həlledici məqamlarla bağlı təqdimat hazırlayın. Burada hansı mərhələ olacaq? Müdavimlərdən bəziləri, hətta bir çox hissəsi burada təəssüfkərlik ediblər. Təqdimat hazırlamağı tətbiq eləmək mərhələsi götürüblər, amma daha artığı varmı axtarsaq var. Təqdimatı hazırlayanda tapşırığımda daha çətin bir məqam var. Bu çətinlik nədədir? Mən nələrisə seçməliyəm. Həll edici məqamları, yəni orada çox məqamlar var. Sırf həll ediciləri, mənə lazım olanları götürəcəmsə, çoxluğun arasından bir şeyi seçib götürmək üçün təhlil etməliyəm, araşdırmalıyam, parçalamalıyam. Olacaq Y bəndi təhlil etmək mərhələsi. Diqqətli olmaq lazımdır. Bax, adi bir sözlə sualın cavabı dəyişə bilir. 9-cu sual. Deyir ki, qrupla iş zamanı şagirdlərdən birinin diqqətinin dağınıq olduğunu müəllim müşahidə edir. Şagird sinifdə olan əşyalara baxaraq fikrə gedir. Verilmiş situasiya ilə bağlı müəllim bir fasilitator kimi hansı fəaliyyəti yerinə yetirərsə daha çox uyğun olar. Deməli, şagirdimizin fikri dərsdə deyil, insan da nəysə baş verib yəqin ki, fikri gedib əşyalara baxır, amma əslində başqa şey düşünür. A bəli, şagirdə sakitcə yaxınlaşaraq onun köməyə ehtiyacı olub-olmadığını müəyyən edirəm. Bəli, elə ən ədalətlisi bu olacaq yəqin ki. Götürək hələlik cavab kimi. B bəndi, şagirdə əlavə tapşırıqlar vermək. Məndə hal-hazırki heç tapşırığı eləyə bilmir, diqqət dağınıqlığı var.
təzədən əlavə tapşırıqla niyə yükləyim ki? Yəni bir mənası yoxdur axı bunun. Dərsin əvvəlində şagirdlərə verilən təlimata əlavələr edib yenidən onlara izah etmək. Bax, yenidən təzədən niyə təlimatlar verin? Bizim problemimiz nədir? Diqqət burada deyil. Problem var da yəqin ki. Ona görə A bəndi daha ədalətli cavabdır. Beləliklə C də səhvdir. Hətta D bəndi ən pisidir bəlkə burada. Şagirdin davranışına məhəl qoymadan dərsdə davam edəcəmsə, nə qulaq asacaq, nə də oradan bir şey öyrənə biləcək. Şagirdin müəyyən müddət sonra yenidən dərsə yönələcəyini gözləmək. Bəlkə heç axıra qədər belə olacaq, bəlkə heç onda bərpa olmayacaq, elə axıra qədər əşyalara baxaraq fikrə gedəcək. Ona görə bunu gözləmək üçün o qədər vaxtımız yoxdur və 10-cu suala gəlib çıxdıq. Bu da böyük bir sualdır, amma belə yaxşıdır, görə bilirsiniz məncə. Hər ehtimal sualı səsli şəkildə də oxuyuram. Kənan dərs zamanı müəllimin izahından sonra mən bu üsulu başa düşmürəm, zəhmət olmasa bir daha izah edin. Müəllim isə belə cavab verir ki, belə asan üsulu necə başa düşmürsən? Bu onu göstərir ki, sən mənim izahıma diqqətlə qulaq asmırsan, ona görə də başa düşməyəcəksən deyir. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? A bəndi. Şagirdlərdə təfəkkürün növlərini inkişaf etdirmək lazımdır. Bu fikir olaraq doğru deyə lazımdır, amma bizim situasiyamızla əlaqəsi varmı? Yəni, şagird bunu başa düşməyibsə, o demək deyil ki, o şagirdin təfəkkürü yoxdur, təfəkkürü inkişaf eləməyib. Ona görə A bəndi məntiqli deyil. B bəndi, müəllim öyrənmə prosesində bu cür halların olmasının mümkün olduğunu izah etməlidir. Üsulu daha kiçik addımlarla izah etməyə çalışmalıdır. Baxın, doğru olan budur. Yəni, başa düşməyə bilərsən, normaldır, həvəsdən düşmə, mümkün halda bu yaşayırsan. Ona görə mən daha kiçik addımlarla izah edəcəm, sən bunu başa düşəcəksən. Görürsünüz, gələcəyə yönəldirəm, ona görə B bəndi doğrudur. Bax, bunu eləməli idi, amma eləməyib. Ona görə ziddir. C bəndi də səhvdir. Şagirdlərin hər tərəfli inkişafını təmin etmək üçün müxtəlif situasiyalarla bağlı müzakirə. Müzakirə də pis bir şey deyil. Yenə deyirəm, ayrıca müstəqil fikir olaraq doğrudur. Müzakirə təşkil eləməlisən. Amma problemimizin qarşısını bu almır. Şagird başa düşməyib. Yəni bir üsul izah eləmişəm, başa düşməyib. Bir daha ona xırda-xırda, kiçik addımlarla şagirdə çatdıra bilərəm. D bəndi, şagirdlərdə açıq düşüncə tərzini formalaşdırmaqla onların fəaliyyətlərində ətrafdakılardan fərqlənməsini, ümumiyyətlə, belə bir məqsədimiz varmı? Şagird digər yoldaşlardan fərqlənsin. Ümumiyyətlə, bütün şagirdləri biz eyni cür, demək olar ki, ayrı üsullarla eyni məqsədə doğru aparırıq da. Yəni, bu doğru fikir olmadı. Y bəndi, şagirdin müxtəlif vasitələrlə fəaliyyəti haqqında informasiya alması onun məntiqi təfəkkür bacarığını inkişaf etdirir. Fikir olaraq doğru deyə eləyir eləməyinə. Amma yenə deyirəm, burada şagirdin üsulu başa düşməməsi onun məntiqi təfəkkürünün olmadığı anlamına gəlməz. Yəni, mən fasilitator kimi şagirdə bir istiqamət verməliyəm. Burada da istiqamət məhz B bəndində verilib. Görürsünüz, bir açıqlama var, gələcəyə yönləndirmə var. Necə eləyim ki, düzəldim. Bax, görürsünüz, bir cümlə ilə, təxmini 2 cümlə ilə mən burada fasilitatorluq bacarığımı nümayiş elətdirmişəm. Bu qədər müəllimlər, suallarımız bu qədərdir. Əgər hər hansısa bir sualla bağlı çətinliyiniz varsa, videonun rəy bölməsində qeyd edin. Deyin ki, bu sınaqlarımız imtahana qədər davamlı olacaq. Bu 4-cü idi, mütləq 5-ci, 6-cı da olacaq. Ona görə bunları qaçırmamaq üçün mütləq videomu bəyənin, kanalımıza abunə olun ki, belə izah paylaşan kimi mütləq sizə bildiriş gəlsin. Başqa nə sualınız olsa, əlavə dərslər haqqında məlumat almaq istəsəniz, gördüyünüz nömrə 055 527 2599 nömrəsinə yazıb maraqlana bilərsiniz. Hər birinizə uğurlar, növbəti dərslərdə görüşənədək.